Salam əziz müəllimlər, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz 8-ci sinif texnologiya dərsindən insan həyatında avtomatlar və avtomatika. Avtomatik qurğuların növləri və elementləri. Bugünkü mövzudan öyrənəcəyik ki, avtomatlar və avtomatik qurğuların bizim həyatımızda nə kimi rolu vardır. Bir neçə minilliklər bundan öncəyə səyahət etsək, insanların nə qədər böyük çətinliklə, təhlükə ilə qarşılaşdığını görmüş olarıq. Daşla, payayla, oxla, yayla silahlanmış qədim insanlar özlərini təhlükədən qoruyurmuşlar. Daha sonra insanların intellekti, ağlı inkişaf etdikcə təhlükədən qorunmaq üçün özlərinə başqa bir alətlər düşünürlər. Bunlardan biri də cəllə olub, cəllədir, özatan qundaqlı ox yaydı. Bunları hazırlayırmışlar. Bu alətlər təkmilləşərək müasir dövrə qədər gəlib çıxır. Qədim Yunanlılar onlara ad da qoyub. Bəli. Onlara ad da qoyub automatas. Diqqətlə fikir verək, ola bilsin ki, testlərdə verilsin. Automatas, yəni öz-özünə işləyən. Cələ. Cələ də nə idi müəllimlər? Tələ növüdür. Deməli, automatas bunu kimlər verib? Qədim Yunanlılar. Nəymiş bəs mənası? Öz-özünə işləyən. Avtomatik qurğu. Cihaz nədir müəllimlər? Gəlin baxaq. Avtomatik qurğu, cihaz insanın müdaxiləsi olmadan məqsəd yönlü fəaliyyət göstərə bilən texniki qurğudur. Deməli, avtomat nə idi müəllimlər? İnsan müdaxiləsi olmadan məqsəd yönlü fəaliyyət göstərə bilən texniki qurğudur. Texniki qurğu. Burada insanın müdaxiləsi yoxdur. Belə cihazlardan gündəlik həyatımızda geniş istifadə edirik. Avtomatlaşdırılmış yığım maşınlarında və avtomatlaşdırılmış xətlərdə qəzet və jurnallar hazırlanır, çap olunur, qablaşdırılır. Avtomatlaşdırılmış xətlərdə qida məhsulları çəkilib, bükülür, qablaşdırılır və yerləşdirilir. Liftlər də avtomatlaşdırılıb. Baxın, müəllimlər, təsəvvür edin, qəzet və jurnallar sadəcə biz kompüterdən istədiyimizi qeyd edirik, nəyi ki çıxaracaq və minlərlə qəzet, jurnallar çap olunur. Və yaxud da ki, qida məhsullarıdır, çaydır, makarondur, pesokdur. Yəni, bir sıra qida məhsulları özü çəkir, özü bükür, özü qablaşdırır, özü yerləşdirir. Burada insan müdaxiləsi varmı? Xeyr, insan müdaxiləsi olmadan məqsəd yönlü fəaliyyət göstərir. Bəli, necə qurğudur? Avtomat texniki qurğudur. Dedik ki, hətta liftlər də avtomatlaşdırılıb. Sadəcə düyməyə basmaqla 15-ci mərtəbəyə qalxıb düşə bilirik, nə bilim 50-ci mərtəbəyə qalxıb düşə bilirik. Artıq çoxdandır ki, liftçi deyilən insanın xidmətindən istifadə edilmir. Bəli, metroda bizi avtomatlaşdırılmış nəzarətçi turniket qarşılayır. Turniket də nədir müəllimlər? Jeton və kartla işləyən, fırlanan xaçvari qurğusu olan nəzarət cihazıdır. Bəli, nəzarət cihazı nəyə nəzarət eləyir? Kimin ki, ödəniş eləməyib, həmin o insanları metroya buraxmır. Bəli, nəzarəti insanların ödənişinə nəzarət eləyir. Metroda bizə avtomatlaşdırılmış nəzarətçi turniket qarşılayır. Böyük şəhərlərdə nəqliyyatın hərəkətinə avtomatlaşdırılmış sistem nəzarət edir. Bəli, hansı ki, nəqliyyatın hərəkətinə avtomatlaşdırılmış sistem nəzarət edir. Təsəvvür edin ki, işıqfor kimsə onu müdaxilə eləmir ki, yaşıl işıq sönsün, yansın, narıncı işıq, qırmızı işıq. Yəni, öz-özünə sadəcə insan quraşdırıb və insan müdaxiləsi olmadan başlayır işıqlar saniyə ərzində, dəqiqə ərzində yanıb sönməyə. Məişətdə də müəllimlər, məişətdə də belə cihazlar çoxdur, hansı ki, paltar yuyan maşınlardır, qab yuyan maşınlardır, soyuducular, mətbəx kombaynları, proqramlaşdırılmış radio, elektrik cihazları, hansı ki, avtomatlaşdırılmış cihazlar sırasındadır. Kənd təsərrüfatında da bugün avtomatlaşdırılmış qurğularsız təsəvvür edə bilmirik. Örtülü ştilliklər, inkubatorlar, hansı ki, inkubatorlarda yumurtaların seçilməsidir, yerləşdirilməsi, qablaşdırılması, çox çeşidli avtomatlaşdırılmış qurğular sistemi fəaliyyət göstərir.
dedik ki, çox çeşidli avtomatlaşdırılmış qurğular sistemi fəaliyyət göstərir. Deməli, bu slaydda biz öyrəndik ki, müəllimlər, məişətdə biz avtomatlaşdırılmış cihazlardan istifadə edirik. Kənd təsərrüfatında istifadə edirik. İstehsalatda, istehsalatı demədim, istehsalatda avtomatlaşdırma insan ağır əmək tələb edən, sağlamlığa zərər vura biləcək işlərin yerinə yetirilməsindən azad edir. Əmək məhsuldarlığını yüksəldir. Avtomatlaşdırma, avtomobil, tekstil, qida sənayesinin ayrılmaz hissəsidir. Bəli, biz bundan istehsalatda da istifadə etdik, məişətdə də, kənd təsərrüfatında da, hətta nəqliyyatda belə istifadə etdik. Belə, istehsalatda necə istifadə etdik? Hansı ki, ağır əmək tələb edən, zəhmət tələb edən, sağlamlığa zərər vuracaq işlər ki var, onları hansı ki, avtomat cihazlar, avtomatlaşdırılmış cihazlar insan əvəzinə, insan müdaxiləsi olmadan insanların işini görmüş olur. Belə, sonra dedik ki, avtomatlaşdırma nə idi? Avtomobil, tekstil, qida sənayesinin, bax bir də sayıram, avtomobil, tekstil, qida sənayesinin ayrılmaz hissəsidir. Növbəti slaydımıza keçid edək. Yaxşı, gəlin görək, avtomatika nədir, müəllimlər? Avtomatika elmin və texnikanın, elm və texnikanın avtomatlaşdırılmış qurğuların quruluşunu və işləmə nəzəriyyəsini öyrənən sahəsidir. Deməli, elmin və texnikanın avtomatlaşdırılmış qurğuların quruluşunu və işləmə nəzəriyyəsini öyrənən sahəsidir. Bəli, həm qurğuların quruluşunu, həm də necə işləyir, işləmə nəzəriyyəsini öyrənən sahəsidir. Maddələrin istilik təzyiqinin azacıq dəyişməsi nəticəsində qəzalar, itkilər və qüsurlarla nəticələnən böyük sürət tələb edən texnoloji proseslərin də avtomatlaşdırılması zəruridir. Deməli, maddələrin istilik təzyiqinin azacıq dəyişməsi ilə hansı ki, ya qəza baş verə bilər, ya da qəzaların qarşısı alına bilər, itkilər və qüsurlarla nəticələnə bilər. Bəli. Dedik ki, avtomatika nədir? Avtomatika, avtomatlaşdırılmış qurğuların quruluşunu, işləmə nəzəriyyəsini öyrənən elm sahəsidir. Avtomatlaşdırılmış qurğuların hansı növləri mövcuddur? Gəlin baxaq, aşağıdakı növlərinə fikir verək. Mexaniki, elektromexaniki, elektron, termoelektrik. Bir də sadalayaq. Mexaniki, elektromexaniki, elektron və termoelektrik. Bunlardan ən çox yayılanı elektromexanikidir, bir də elektrondur. Deməli, avtomatlaşdırılmış qurğuların hansı növləri var idi? Mexaniki, elektromexaniki, elektron, bir də termoelektrik. Bəs ən çox yayılanı hansı idi? Elektromexaniki və elektron. Əla. İnsan əməyinin məhsulu olan çoxsaylı avtomatik qurğular 4 əsas qrupa bölünür. Gəlin görək hansıdır? Bu 4 əsas qrup hansından ibarətdir? Avtomatik qurğular bölünür avtomat nəzarətə, avtomat mühafizəyə, avtomat tənzimləməyə və avtomat idarə etməyə. Deməli, biri nəzarət eləyir, biri mühafizə eləyir, biri tənzimləyir, biri də idarə edir. Bir də sadalayaq, hansıdır? Avtomat nəzarət, avtomat mühafizə, avtomat tənzimləmə və avtomat idarə etmə. Deməli, avtomatik qurğular 4 qrupa bölündü. Hansı ki, nəzarət, mühafizə, tənzimləmə, idarə etmə. Bir də avtomatlaşdırılmış qurğuların növləri. Qruplar da 4-dür, növlər də 4-dür. Növləri mexaniki, elektromexaniki, elektron, termoelektrik, amma qruplar isə avtomat nəzarətdir, mühafizədir, tənzimləmədir, idarə etmədir. Avtomat qurğular hansı hissələrdən ibarətdir? Müəllimlər, gəlin baxaq. Müasir cihazlar nə qədər mürəkkəb quruluşa malik olsalar da, əsasən eyni tərkib hissələrindən ibarətdir. Avtomatlaşdırılmış qurğuda nələr öz yerinə alır? İstehsal mexanizmləri, ötürücü mexanizmləri, icra edici mexanizmləri, bir də gücləndirici mexanizmlər. Bəli, avtomatlaşdırılmış qurğuda 4 mexanizm mövcuddur. 4 mexanizm. Deməli, avtomatlaşdırılmış qurğuda 4 mexanizm var.
Sonra 4 qrupa bölünür. Avtomatik qurğular 4 qrupa bölünür. Nəzarət, mühafizə, tənzimləmə, idarə etmə. Bir də ki, avtomatlaşdırılmış qurğuların 4 növü var. Mexanikidir, elektromexanikidir, elektrondur, termoelektrikdir. Gəlin indi mexanizmlərə fikir verək. Görək ki, hansılarda istehsal mexanizmlərdir, ötürücü mexanizmlərdir, icra edici mexanizmlərdir, gücləndirici mexanizmlərdir. Ötürücü mexanizmləri necə başa düşək müəllimlər? Ötürücü mexanizmlər işığa, istiliyə, təzyiqə, səsə, rütubətə, sürətə reaksiya verən hissiyatlı elementdir. Deməli, ötürücü mexanizm nəymiş? Reaksiya bildirən hissiyatlı elementdir. Nəyə reaksiya bildirir? İşığa bildirə bilir, istiliyə, təzyiqə, səsə, rütubətə, sürətə. Onlar bu təsirləri ölçüyə, ötürülməyə və idarə etməyə rahat gələn elektrik siqnallarına çevirir. Bəli, həm ölçə bilir, həm ötürə bilir, həm idarə edə bilir. Hansı ki, bu ötürücü mexanizmlərdə bu təsirləri, hansı ki, işıqdır, istilikdir, təzyiqdir, səs, rütubət, sürət, bax, bunlara reaksiya verir, düzdür. Bunları ölçüyə, ötürülməyə və idarə etməyə rahat gələn elektrik siqnallarına çevirə bilir. Deməli, ötürücü mexanizm nəyə ötürür? Siqnal şəklində ötürə bilir. Ötürücüləri müasir maşınların özünə məxsus gözləri, qulaqları və həssas barmaqları adlandırmaq olar. Bəli, həssas barmaqları adlandırmaq olar ötürücülər. Bəs gücləndiricilər nədir? Əgər siqnallar zəif olarsa, onları xüsusi qurğularla, gücləndiricilərlə artırırlar. Siqnal zəifdirsə, gücləndiricilərlə artırırlar. Elektrik siqnallarının gücləndirilməsi üçün elektron gücləndiricilərdən, baxın müəllimlər, bu hissəyə fikir verək. Deməli, elektrik siqnallarını gücləndirmək üçün elektron gücləndiricilərdən istifadə edilir. Elektron gücləndiricilərdən. Gəlin, ümumilikdə nəzər salaq. Avtomatik qurğuların hansı hissələrdən ibarət oldu? Avtomatlaşdırılmış qurğular, istehsal mexanizmləri, ötürücü mexanizmləri, icra edici mexanizmləri və bir də gücləndirici mexanizmlər. Ötürücü mexanizmlər reaksiya bildirən hissiyatlı elementdir. Nəyə reaksiya bildirdi? İşığa, istiliyə, təzyiqə, səsə, rütubətə, sürətə və s. Reaksiya bildirən hissiyatlı elementdir. Hansı ki, onlar bu təsirləri ölçüyə, ötürülməyə, idarə etməyə, hansı ki, çevirən elektrik siqnallarıdır. Və buna görə də bunları hansı ki, maşınların gözləri, qulaqları, həssas barmaqları adlandırmaq olar. Gücləndirici mexanizmlərdən nə zaman istifadə etdik? Əgər siqnallar zəif olarsa, biz onu xüsusi qurğularla, yəni gücləndiricilərlə artırırıq. Elektrik siqnallarının gücləndirilməsi üçün də bizə elektron gücləndiricilərdən istifadə etdik. Deməli, ötürücüləri dedik ki, müasir maşınların özünə məxsus gözləri dedik, qulaqları dedik, həssas barmaqları adlandırmaq olar. Əgər siqnallar zəifdirsə, onları xüsusi qurğularla, gücləndiricilərlə artırırıq. Elektrik siqnallarının gücləndirilməsi üçün də dedik ki, elektron gücləndiricilərindən istifadə edilir. Pilləvari gücləndirmə elektromaqnit relə vasitəsilə icra edilir. Elektromaqnit relə. Bax, bunu qızardıram. Pilləvari gücləndirmə nəyin vasitəsilə icra edildi? Elektromaqnit relə vasitəsilə icra edildi. Avtomat idarə etmə və tənzimləmə qurğularında siqnallar gücləndiricilərdən icra edici mexanizmlərə daxil olur. Avtomat idarə etmə və tənzimləmə qurğuları. Avtomat idarə etmə və tənzimləmə qurğuları, hansı ki, buradakı siqnallar gücləndiricilərdən icra edici mexanizmlərə daxil olur. Gücləndiricilərdən daxil olur nəyə? İcra edici mexanizmlərə. Avtomat idarə etmə və tənzimləmə qurğuları. Avtomat tənzimləmə. Avtomat idarə etmə və avtomat tənzimləmə. Bax, bu qurğulardan avtomat idarə etmə və avtomat tənzimləmə
hansı ki qurğularında siqnallar nədən nəyə ötürüldü? Gücləndirici mexanizmlərdən icra edici mexanizmlərə siqnal ötürülür. Onların köməyi ilə maşın və cihazların işçi orqanları hərəkətə gətirilir. Deməli, buradan bir qənaətə gəldik ki, maşın və cihazların işçi orqanları nəyin vasitəsilə, nə səbəbə hərəkətə gətirilir? Hansı ki, avtomat idarə etmə və avtomat tənzimləmə qurğuları vasitəsilə. Bəs necə yaranır, necə olur? Hansı ki, avtomat idarə etmə və tənzimləmə qurğularındakı siqnallar gücləndiricilərdən icra edici mexanizmlərə daxil olur və maşın və cihazlardakı işçi orqanlar hərəkətə gətirilir. İşçi orqanların hərəkətə gətirilməsi elektromaqnit və elektrik mühərrikləri vasitəsilə həyata keçirilir. Bunlar bir-biri ilə bağlıdır. Hansı ki, işçi orqanlarda nəyin vasitəsilə? Elektromaqnit və elektrik mühərriki vasitəsilə həyata keçirilir. Bu işçi orqanların hərəkətə gətirilməsi. Avtomat nəzarətdə siqnal müşahidə və qavrama üçün rahatlaşır. Bəli, müşahidə etmək üçün və qavrama üçün rahatlaşır. Bu slayddan da öyrəndiklərimiz nə oldu, müəllimlər? Hansı ki, pilləvari gücləndirmə nəyin vasitəsilə icra edilir? Elektromaqnit relə vasitəsilə. Bəs gücləndiricilərdən icra edici mexanizmlərə siqnallar nəyin vasitəsilə daxil olur? Avtomat idarə etmə və bir də tənzimləmə qurğularına əsasən. Və bunun köməyi ilə maşın və cihazların hansı hissəsi hərəkətə gətirilir? İşçi orqanlar. İşçi orqanlar hərəkətə gətirilir. İşçi orqanların hərəkətə gətirilməsinə elektromaqnit və elektrik mühərrikləri vasitəsilə həyata keçirilir. Gəldik növbəti slaydımıza. Demək olar ki, mövzunun ən maraqlı yeri. Avtomatlaşdırılmış qurğuların elementlərlə daha yaxından tanış olmaq üçün avtomat nəzarət qurğusunun modeli üzərində mayenin səviyyəsinə nəzarət mexanizmi ilə tanış olaq. Mayenin səviyyəsinə nəzarət eləyirik. Bax, burada. Deməli, bu qurğunun əsas vəzifəsi çəndə olan mayenin miqdarı haqqında məlumat verməkdir. Bəli, bu qurğunu quraşdırıblar. Çəndə maye azalarsa, çoxalarsa nələr baş verəcək? Gəlin, baxaq. Bu avtomat qurğuda siqnal ötürücü. Bax, siqnalı ötürən nədir? Bu üzgəc. Bu siqnal ötürür, düzdür? Deməli, üzgəcin işi nədir? Siqnal ötürmək. Deməli, qurğuda siqnal ötürücü nədir? Üzgəcdir. Üzgəc gücləndirici link isə xüsusi qol ilə üzgəcə bağlanmışdır. Deməli, gücləndirici link hansıdır? Baxın bu. Gücləndirici link qolun vasitəsilə, bax, xüsusi qol budur. Qolun vasitəsilə nəyə bağlanıb? Üzgəcə bağlanıb. Deməli, link qolun vasitəsilə üzgəcə bağlanıb. Qabda mayenin səviyyəsi. Mayenin səviyyəsinin dəyişməsi. Səviyyə necə dəyişə bilir? Ya azala bilir, ya arta bilir. Hərəkətli kontaktın, bax, söhbət bundan gedir. Hərəkətli kontaktın yerini dəyişməsinə ya yuxarı ola bilər, ya da aşağı ola bilər. Hərəkətli kontaktın yerinin dəyişməsinə səbəb olur. Mayenin mümkün olan ən aşağı səviyyəsində, ən aşağı səviyyədə 1 ilə 2 kontaktlar qapanır, qırmızı lampa yanır. Bax, ən aşağı səviyyəsində təsəvvür eləyin ki, su azalıb, qarandaşım onu, su azalıb, üzgəc qalıb yuxarıda, düzdür? Üzgəc yuxarıda qalıbsa, 1 ilə 2 kontaktı qapanacaq və qırmızı lampa yanmış olacaq, bu lampa yanacaq. Sonra, səviyyə ən yüksək nöqtəyə çatanda, ən yüksək nöqtə hansıydı? Bax, gəlib çatıb bura, üzgəcdən də yuxarıya. Üzgəcdən yuxarıya çatanda 2 və 3 kontaktları 2 ilə niyə 3, 1 ilə 2 niyə? Bax, 2 hərəkətli kontaktdır da.
2 ya 1-ə toxunur, ya 3-ə toxunur. 1-ə toxunarsa qırmızı lampa yanacaq. 3-ə toxunarsa yaşıl lampa yanacaq. Deməli, 2 və 3 kontaktlar qapanır və bu zaman başlayır yaşıl lampa yanmağa. Yaşıl lampa yananda artıq insanlar bilirlər ki, artıq suyun səviyyəsi qalxıb və hərəkətə keçməyə vaxtıdır. Deməli, çəndəki suyun səviyyəsi daşacaq da, belə deyək. Yaşıl və qırmızı lampaların işıqlanması çəndə suyun səviyyəsinin yüksək və alçaq olmasının göstəricisidir. Bəli, dedik ki, qırmızı lampa yananda nə baş verir? 1-2 kontaktı qapanır və qırmızı işıq yanır. Deməli, nə baş verdi burada? Suyun səviyyəsi aşağı düşüb. Daha sonra 2 və 3 kontaktı qapandı. 2 və 3 kontaktı qapananda nə baş verir? Artıq yaşıl lampa başlayır yanmaya. Burada da bizə nə cür siqnal ötürülür? Artıq suyun səviyyəsi qalxıb. Suyun səviyyəsi çoxdur. Yaşıl və qırmızı lampaların dedik ki, işıqlanması çəndə suyun səviyyəsinin yüksək və alçaq olmasının göstəricisidir. Belə qurğuların siqnal lampaları rahat yerdə quraşdırılır. Bəli, mövzumuz buydu. Bu qədər. Növbəti mövzumda, növbəti slaydda, növbəti izahda göndərmiş olacağım.